Bakıda daşınmaz əmlak bazarında qiymətlərin sürətlə artdığı bir vaxtda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bazar dəyərindən xeyli aşağı qiymətə yeni mənzillərin satışına başlayıb. Evlər paytaxtın Ümid qəsəbəsində, həmçinin Abşeron və Samux rayonları ərazisində yerləşən yeni yaşayış kompleksində təklif olunur. Tam təmirli 3 və 4 otaqlı. Hazırda bazarlarda yeni tikililərdə mənzillərin kvadrat metr qiyməti bəzi ərazilərdə bir neçə min manata qədər yüksəlir. Bu layihədə isə qiymətlər 435 manatdan başlayır. Mənzillər çıxarışlıdır və ipoteka krediti ilə də əldə etmək olar. Bəs bu layihə xüsusilə aşağı və orta gəlirli vətəndaşlar üçün hansı əlavə imkanlar yaradır? Mən istərdim ki, Avropanın təcrübəsinə baxaq. Orada tələbələr üçün yalnız yataqxana yox, xüsusi ev almaq üçün güzəştlər var. Gənc ailələr üçün xüsusi güzəştlər var. Yaxşı olar ki, o güzəştlər bizdə də tətbiq olunsun. Yaxşı olar ki, ikinci, niyə sosial evlər? Belə binalar tikilsin, satılsın deyə. Uzun evlərin olması yaxşı haldır. Bilirsiniz ki, indi elə də yəni imkanlar yoxdur. İnsanlarda elə böyük imkanı yoxdur evlər alsınlar. Amma məsələn, ki, indi ən çox diqqət verir ipoteka ilə götürür. Ipoteka ilə də götürən evləri ancaq işdə olan adamlar, iş olan adamlar, maaşı olan adamlar götürə bilərlər. Belə ucuz evlərin satılması, evlərin ucuz qiyməti satılması çox yaxşı haldır. Mən onu çox yaxşı dəyərləndirirəm, yüksək qiymət verirəm. Evsiz qalanlar çoxdur, kirayədə qalanlar, cavanlardan danışıram, çoxdur. Məsələ çox ağır məsələdir. Mütəxəssislər hesab edirlər ki, bu cür layihələrin davamlı olması mənzilə çıxış imkanlarını müəyyən qədər genişləndirə bilər. Eyni zamanda sosial yönümlü proqramların artırılması bazarda əlçatanlıq probleminin qismən həllinə töhfə verə bilər. Bəzən sual verirlər ki, tutaq ki, güzəştli ipoteka, Mənzil İnşaat Dövlət Agentliyi xətti ilə satışa çıxarılan mənzillərin alınması xüsusi kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulub. Bəs yaxşı, bu kateqoriyadan olmayan şəxslər necə etsinlər? Onlar da mənzil almaq istəyirlər və s. və ilaxır. Onlar üçün də artıq bu cür şərait yaranır. Məsələn, hətta Respublikanın regionlarında belə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu cür mənzillərin satışı təşkil olunur. Həmin mənzillər boşdur və həmin mənzillərin satışı artıq müəyyən belə deyək də, mənzilə ehtiyacı olan müəyyən təbəqənin mənzil məişət təminatının yaxşılaşdırılması üçün əlavə imkanlar yaradır. Mütəxəssis onu da əlavə etdi ki, bu evlərin qiymətinin aşağı olması ümumilikdə mənzil bazarında ciddi qiymət dəyişikliyinə təsir göstərmir. Çünki bu binaların əksəriyyəti şəhər mərkəzindən kənar ərazilərdə yerləşir. Bəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin satışa çıxartdığı mənzilləri hansı şərtlərlə sahiblənmək olar? Mənzilləri bron etmək istəyən şəxs bunun üçün asan loginin autentifikasiya vasitələrindən birinə malik olmalıdır. Qeyd edim ki, mənzili ilk bron etmiş şəxs həmin mənzili almaq hüququ qazanır. Ondan əlavə iki şəxsin də həmin mənzili bron etmək imkanı var. Mənzili ilk bron etmiş şəxs həmin mənzili almaqdan imtina etdiyi halda mənzili almaq hüququ onu bron etmiş digər şəxsə keçir. Bir hüquqi və ya fiziki şəxs satılan mənzillərdən istədiyi sayda ala bilər. Mənzillərlə onlayn şəkildə tanış olmaq və bron etmək üçün müvafiq portala müraciət etmək lazımdır. Satışdan əldə olunan vəsaitin isə sosial məqsədlərə yönəldiləcəyi bildirilir. Maya Sabir qızı, Sərxan Daşdəmirov, İTV Xəbər.